Paytaxtın Babək prospektindəki çox mərtəbəli binalardan birində yanğın baş verib. Yanğının binanın şaxtasından başladığı və yuxarı mərtəbələrə qədər artdığı deyilir. Əraziyə cəlb olunan Fövqəladə Hallar Nazirliyinin canlı qüvvələr və texnikalar tərəfindən yanğın söndürülüb və hazırda binada tüstülənmə davam edir. Onlar bir saat bundan qabaq. Təxliyə olunub. Bəli, bəli. Yanğın başlayan vaxt evdədirsə. Bəli, bəli. Sizdə yaxında qonşularda qalan var binada yoxsa? Yox, hamısı təxliyə olunur. Tüstü ilə bağlı zəhərlənmə, halıb səkan oldu mu? Yox, indi budur. 2-3 nəfərdir burada. Onlar Maşındakılardır. Bəli, bəli. Təhlükə ilə bağlı binadan təxliyə olunanlara elə yerindəcə təcili yardım avtomobillərində yardım edilir. Hələ də binada təxliyə olunmayan və qalan sakinlər var. Yaz 6-cı mərtəbədə nə var? 6-cı mərtəbədə 2 uşaq var. Sonra var. Yaz yoxa kes, pəncərəni açmasın, qapını açmasın. Binada qalanlar var ha. Nəyi bilmirik onu. Binada qalanlar var da. Ha, var orada adamlar çox. Vallahi bilmiyorum abi. Bizim arkadaşlar oradadır, evdedir evet. Tüstü mənzilə dolu mu? Vallahi da işte çıkıyor abi yukarıdalar. Fövqəladə Hallar Nazirliyinin 112 qaynar telefon xəttinə paytaxtın Xətai rayonu Babək prospektində yerləşən çox mərtəbəli yaşayış binasında yanğın baş verməsi barədə məlumat daxil olub və dərhal əraziyə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə və Xüsusi Riski Xilas etmə xidmətlərinin qüvvələri cəlb olunub. Yanğın söndürənlərin çevik müdaxiləsi sayəsində 18 mərtəbəli yaşayış binasının elektrik şaxtasında baş vermiş yanğın genişlənməsinə, o cümlədən mənzillərə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb. Mənzillər yanğından mühafizə olunub. Təhlükəsizlik tədbirləri çərçivəsində Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən bina sakinləri təxliyə olunub.